məzunlar olduğu üçün əlbəttə ki, o qədər asan da olmamışdır. Çünki iki müxtəlif təhsil sistemidir. Hər təhsil sisteminin özünə uyğun tələbləri var və iki diplom əldə etmək o deməkdir ki, hər iki təhsil sisteminin tələblərini ödəmək deməkdir. Və bu gün sevindirici haldır ki, onlar artıq məzun olurlar və dövlətimizin belə deyək, enerji keçidi, bərpa olunan enerji strategiyaları ilə bağlı bir növ strategiyasına düşünürəm ki, çox yaxından töhfə verəcəklər və proqram növbəti illərdə də davam etməsi planlaşdırılmaqdadır. It's a real pleasure to be here today because this is the first graduation of the programme between Azerbaijan State Oil and Industry University and WMG at the University of Warwick. And this project has been going on for 4 years now, from the initial conversations through to today's celebration. It's had its ups and downs, but overall I think what we've achieved is tremendous, and I hope it's just a really solid foundation for the ongoing relationship between both institutions and both countries. And I think the people that have graduated today are certainly going to have a real impact on the world. Çox sevindirici haldır ki, artıq ölkəmizdə ənənəvi neft-qaz layihələri ilə yanaşı bərpa olunan enerji üzrə də kadr hazırlığı imkanları yaranmışdır və bu imkanlar həm yerli universitetin imkanları hesabından, həm də bir Böyük Britaniya Universitetinin mütəxəssislərini cəlb etməklə, onların resurslarından istifadə etməklə belə bir proqram ərsəyə gəlmişdir. Və BIP Azərbaycan şirkəti olaraq biz çox şadıq ki, bizim də bu layihə biz töhfəmiz oldu. Ümid edirəm ki, bu layihə çərçivəsində yetişəcək mütəxəssislər Azərbaycanımızın bərpa olunan enerji sahəsində öz layiqli yerlərini tutacaqlar və bu proqram digər universitetlərdə də analoji proqramların yaranmasında bir təkan rolunu oynayacaqdır. Mən bu proqramı seçəndə təkcə buna bir magistratura dərəcəsi kimi yox, həqiqətən də gələcəkdə günümüz dünyasında baş verən ciddi qlobal problemlərə həll verə biləcək bir mütəxəssis olmaq yolunda məni uğura aparan bir proqram kimi baxırdım. Və bundan savayı bu təkcə bizim üçün proqram deyildi. İngiltərədə bizim yay məktəbi təcrübəmiz oldu. Biz bu proqramla bir yerdə böyüdük. Biz proqramla bir yerdə öz bacarıqlarımızı inkişaf elətdirdik və çox xoşbəxtəm ki, bu proqramın tələbəsi olmuşam. Çox sağ olun. Biz həm yenilənə bilən enerji sahəsi üzrə texniki biliklərə, həm də praktiki biliklərə yiyələnmişik. İngiltərədə müxtəlif yenilənə bilən enerji stansiyalarında, məsələn, günəş panelləri, külək enerjisi, İngiltərədə bərpa olunan enerji sahələrində olmuşuq və bu sahələrdə əldə etdiyimiz təcrübələr bizə sinif otaqlarında prosesləri daha yaxşı başa düşməyə və onların dizaynı ərzində onları əsl mühəndis kimi dizayn etməyə bizim üçün çox kömək olub.